Axşamınız xeyir olsun birlikdəniz sevə-sevə izləyən dəyərli tamaşaçılarımız. Saatlar 19:30-u göstərdi. Bu o deməkdir ki, mən Şəlalə Nərmanın təqdimatında birlikdə proqramı yeni efirdədir. Bu gün də maraqlı qonaqlarımız var, maraqlı sürprizlərimiz olacaq və istəyirəm hər bir insanın təqdimata ehtiyacı olduğu kimi keçək qonaqlarımızı sizə təqdim etməyə. Bu gün bizimlə kimdir? Və bilirsiniz ki, bu insanı həmişə sevə-sevə dəvət edirəm. Onun danışdığı hər bir cümlədən ən azından mən ibrət götürürəm. Nə mənada? Yaxşı mənada. Hər bir sözü mənim qulaqlarımda həmişə qalır. Niyə görə? Vaxtaşırı həmin o sözlərdən istifadə eləmək üçün. Bugün bizimlə kimdir? Cəvahir Qaraqızı. Azərbaycan Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin, Türkmən Yazarlar Birliyinin üzvü, Yeni Azərbaycan Partiyasının üzvü, Qızıl Qələm Mükafat laureatı, Məsəti Şairlər Məclisinin İdarə Heyətinin sədri Cəvahir xanım, xoş gəlmişsiniz. Axşamınız xeyir olsun. Artıq axşamdır, axşam olur. Qonaqları da, bütün Türk dünyasını, Azərbaycanımızı, Turan illərimizi salamlayıram. Salam olsun Uca bəylər, sizdən güc almaq istədik. Salam olsun qoşa bəylər, siz tək ucalmaq istədik. Salam olsun analarımıza, bacılarımıza, hər kəsə. Təşəkkür edirəm Cəvahir xanım. Bəli, əzizlərim, bilirsiniz ki, biz həmişə istedadlı gənclərə həmişə dəstək və bu gün ilk dəfədir bizim verilişdədir və bu gündən artıq tez-tez onu bir çox bizim televiziyamızın proqramlarında da görəcəksiniz. Aygün Dəniz əslən Qubadlıdandır və onu deyim ki, çox düzdür. Bu günlər canlı ansamblı yoxdur, amma canlı da çox gözəl ifalar eləyir və bir dəfə də sizdən canlı ifa istəyəcəm. Xoş gəlmişsiniz. Xoş gördük. Hər vaxtınız xeyir olsun. Mən də sizi salamlayıram. Çox şad oldum sizinlə tanımağıma. Buradan hər kəsi salamlayıram. Bir daha xoş gördük. Bəli. Deyim ki, əzizlərim, bugün bizim bilirsiniz ki, bu xanımı hər bir hamı tanıyır, nə mənada tanıyır. Çox istedadlı xanımdır və bir müddət bizim Dünya Televiziyasında proqramlarımızda da tez-tez görürdünüz və ilk dəfə ilə bizim televiziyamızda da verilişlər aparıb və bu yaxınlarda bir şad xəbər olacaq, yenidən bizimlə birlikdə olacaq. Mənim dəyərlim Nuranə Bağırova həm aparıcıdır, həm seriallara çəkilir, həm də müğənnidir. Deyim də bu qız başdan ayağa istedadlı və xoş gəlmişsən Nuranə. Təşəkkür edirəm. Mənim dəyərli həmkarım, xətrini çox istədiyim insan, həqiqətən də insan kimi insan, dost kimi dost, işinin peşəkarı, dəyərlim Şəlalə xanım, var olasan. İlk dəfədir mən efirinizdə qonağam. Təbii ki, bura bizə doğma kanaldır. Mənim hər zaman uğurlarımın simvolu olub bu kanal. Mən təşəkkür edirəm rəhbərliyimiz başda olmaqla elə bütün heyət, bütün komanda. İnşallah gözəl bir efir keçər. Bəli, deyirəm ki, birazdan bir qonağımız da bizə gələcək, düzdür, biraz gecikir. Amma Aygün xanımı istəyirəm ki, Nuranə dinləyək. Buyursun. Bayrağımız qayıdacaq bir gün yenə o müqəddəs torpağımız. Hər bir elin öz yeri var, mənim elim doğma diyar. Gözəllikdə o bir bahar, gələcəyə işıq saçar. Qurban olum Azərbaycan, bu müqəddəs torpağına, baxıb igid evladına. Qoy sevinsin hər bir ana, qurban olum Azərbaycan, bu müqəddəs torpağına, baxıb igid evladına, qoy sevinsin hər bir ana. Öz sözü var, hörməti var, ölkələrin arasında. Belə gözəl, belə zəngin var dünyanın arasında. Vətənimin məğrur gücü, öz ürəyi ilhamı var. Xoş günlərə gedən yolda bir əbədi bayrağı var.
bir elin öz yeri var, benim elim doğma diyar. Güzelliği o bir bahar, geleceğe ışık saçar. Kurban olum Azerbaycan, bu müqəddəs torpağına. Bakıp yiğit evladına, koy sevinsin her bir ana. Kurban olum Azerbaycan, bu müqəddəs torpağına. Bakıp yiğit evladına, koy sevinsin her bir ana. Her bir elin öz yeri var, benim elim doğma diyar. Güzelliği o bir bahar, geleceğe ışık saçar. Kurban olum Azerbaycan, bu müqəddəs torpağına. Bakıp yiğit evladına, koy sevinsin her bir ana. Kurban olum Azerbaycan, bu müqəddəs torpağına. Bakıp yiğit evladına, koy sevinsin her bir ana. Kurban olum Azerbaycan, bu müqəddəs torpağına. Bakıp yiğit evladına, koy sevinsin her bir ana. Kurban olum Azerbaycan, bu müqəddəs torpağına. Bakıp yiğit evladına, koy sevinsin her bir ana. Bəli, təşəkkür edirəm bax bu gözəl ifaya görə. Demək, bayaqları dedim, əziz tamaşaçılarımız bir qonağımız da vardı, gecikirdi, amma əlində tortla gəlir. Və məsləhət biləm ki, tortun üstündə fişəklər var, burada yandırsın. Dəvət edirəm, hər biriniz onu sevə-sevə izləyirsiniz. Təbriz Məzahiroğlu xanəndə, buyursun. Ay, bu nə sürpriz. Buyur, mikrofon Sənətkar dostumuzdur. Bəli. Bəli, bəli. Bax, niyə gecikmisən sən, ay Təbriz? Nə bilim, biraz tıxasılarla bağlı. Aha. Vaxtınız xeyir olsun, Şəlalə xanım. Mən də salamlayıram. Aha. Ekran qarşısında əyləşən tamaşaçılarımızı. Bugün də özəl gündür, çünki bu günlərim dəyər verdiyimiz gözəl Nurani dostumuz. Bizim Nuranənin həmad günüdür. Ona görə, buyur Nuranə, buyur, bura zəhmət olmasa. Onun doğum günüdür, təbrik edirəm. Bəli. Uzun ömür, can sağlığı arzu edirəm. İnşallah ki, həyatında, sənətində ən gözəl günlər arzu edirəm. İnşallah mən də istədim bir... Yandır onu, Gözəl amma bir- biraz məndən uzaq tut. Buyur Nuranə, təbrik eləyirəm bir daha səni ürəkdən. Sən mənim üçün dəyərlisən, Allah səni xoşbəxt eləsin. Sən bütün gözəlliklərə layiq olan bir xanımsan və bu da bizim Təbrizimizin sürprizi. Təbrizin bu Bəli. sürprizləri hər zaman vardır. Təbriz. Təbriz, təşəkkür edirəm sənə, minnətdaram. Buyur. Var olasan. Təbriz həqiqətən də sənətinin peşəkarıdır, illərimizin dostudur. Mən ta uşaqlıq vaxtından, hansı ki bizim Dünya TV-dən Nurlu Dəqiqələr verilişindən biz bir-birimizi tanımışıq. Hər zaman var olasan, diqqətinə görə təşəkkür edirəm. Hə, mənim ad günümdür. Özdə bunu sürpriz olaraq birlikdə verilişində Bəli. mən dedim ki, doğum günümü harada edeyim, necə edeyim. Təbii ki, bu kanal yenə də deyirəm doğmadır. Hər zaman mənim əməkdaşlıq etdiyim kanal olur. Tezliklə gözləyirəm səni də burada. Özü hamıdan çox sən Bəli, mən çox sevə-sevə, ona görə ki, çox istedadlı, savadlı xanımsan və məsləhət bilirəm ki, efirlərdə ol. Yaraşır. Niyə olmuruq? Bəli, deyirəm Təbrizdən də bir gözəl ifa gəlsin və bu tortu da verilişdən sonra Hə, nuş eləyərik. nuş eləyərik. Bəli. Yığılır xatirələr bir yerə fikrim dağılır. Ölür əvvəlki ümidlər yeni hicran doğulur.
Xəbərin yox ki sənin hər gecə sənsiz boğulur. Havasız dar bir otaqda havalanmış bir adam. Xəbərin yox ki sənin hər gecə sənsiz boğulur. Havasız dar bir otaqda havalanmış bir adam. Sən vəfasızlıq edib eşqini dalmış bir adam. Mən öz əhdimdə sədaqətlə dayanmış bir adam. Sən bu sevda ocağından üzü soyan birsən. Mən bir həsrət soyuğunda içi yanmış bir adam. Sən vəfasızlıq edib eşqini dalmış bir adam. Mən öz əhdimdə sədaqətlə dayanmış bir adam. Sən bu sevda ocağından üzü soyan birsən. Mən bir həsrət soyuğunda içi yanmış bir adam. Mən bir həsrət soyuğunda içi yanmış bir adam. Sən ki getdin səhərim döndü ümidsiz sabaha. Anladım ki bu ürək təkliyə məhkumdur daha. Sanki bir eşq savaşından sarılıb boş silaha. Sürünürdü ürəyimdən yaralanmış bir adam. Sanki bir eşq savaşından sarılıb boş silaha. Sürünürdü ürəyimdən yaralanmış bir adam. Sən vəfasızlıq edib eşqini dalmış bir adam. Mən öz əhdimdə sədaqətlə dayanmış bir adam. Sən bu sevda ocağından üzü soyan birsən. Mən bir həsrət soyuğunda içi yanmış bir adam. Sən vəfasızlıq edib eşqini dalmış bir adam. Mən öz əhdimdə sədaqətlə dayanmış bir adam. Sən bu sevda ocağından üzü soyan birsən. Mən bir həsrət soyuğunda içi yanmış bir adam. Kimi sevsin bu ürək eşq onu mindərdə salıb. Gələcək üçün bir ümid yox, o da keçmişdə qalıb. Hələ də sənsiz adam sənli zamanlarda qalıb. Kimə lazımdır bu qismətdə yaşanmış bir adam. Kimə lazımdır bu qismətdə yaşanmış bir adam. Sən vəfasızlıq edib eşqini dalmış bir adam. Mən öz əhdimdə sədaqətlə dayanmış bir adam. Sən bu sevda ocağından üzü soyan birsən. Mən bir həsrət soyuğunda içi yanmış bir adam. Sən vəfasızlıq edib eşqini dalmış bir adam. Mən öz əhdimdə sədaqətlə dayanmış bir adam. Sən bu sevda ocağından üzü soyan birsən. Mən bir həsrət soyuğunda içi yanmış bir adam. Mən bir həsrət soyuğunda içi yanmış bir adam. Teşekkür edirəm, buyur dəyərlim, buyur. Teşekkür ederiz biz de Şəlalə xanım. Verilişiniz uğurlu ve bakımlı olsun. Bəli. Ekran karşısında əyləşən bütün tamaşaçılarımızla bir daha salamlayırıq. Qonaqlarımıza da uğurlar arzu edirik hər birinizə. Bir daha da Şəlalə xanım sizə də təbrik edirəm. Allah sizə can sağlıq versin. Buyurun, əyləşin və mikrofon sizdə. Sizlə bu günləri bol-bol mənim maraqlı söhbətlərim olacaq. Ümumiyyətlə, həqiqətən çox xoş oldu. Bugün mən bilirəm ki, maraqlı bir efir izləyəcək əziz tamaşaçılarımız. Kanalı heç yerə keçirtməyim. Burada biz varıqsa nələr olacaq? Birazdan izləyin. Bəli, deyir, insanın gözəlliyinin yarısı ağlında, yarısı da dilindədir. Və bugün nədən danışmaq istəyirəm? İctimai qınaqdan. Bəzən elə olur ki, bir də görürsən ki, baxırıq, kiməsə həssəd aparırıq, deyirik, filan kəsin uşağı məktəbə girdi, gəlirik evdə öz övladlarımızı qınayırıq. Bəzən bir də görsən ki, elə bir hadisə olur ki, istər-istəməz gəlirsən, dedikodu eləyirsən, yəni həmin insanı qınayırsan. Və Cəvahir xanım, istəyirəm ilk sizdən başlayaq. Sizin çox maraqlı sətir altı sözləriniz var. Buyurun, mikrofona zəhmət olmasa. Ümumiyyətlə,
İctimai qınaq. Bəli, Şəlalə xanım, çox gözəl mövzu qoymuşsunuz, sosial mövzudur. Bugün həyatda o qədər çox qarşı durmalarla rastlaşırsan ki, gedirsən, ictimai insan nə vaxt qınağa səbəb olur? O vaxt ki, hər bir biz müsəlman, İslam dininə mənsub insanlarıq, Məhəmməd Peyğəmbərin ümmətiyik. Ona görə biz gərək Quran-ı Kərimin Allah Taala'dan 4 kitab indirilib. Tövrat, Zəbur, İncil, Quran-ı Kərim. Quran-ı Kərim Məhəmməd Peyğəmbər əleyhissalama indirilib və burada əxlaqımız çox gözəl göstərilir. İslam adət, ənənələri, əxlaq, hər şey var. Müsəlmanın o qədər şəriəti, gözəl şəriəti var ki, ailədə əgər tərbiyə, evlada, böyüyə, kiçiyə hörmət varsa, o heç vaxt ictimai qınağa səbəb olmayacaq. Əgər ictimai qınaq İnsan cəmiyyətə çıxanda da tərbiyə birinci ailədən başlayır, sonra məktəbdən başlayır, sonra gedirsən iş yerində həmin adam özünü təzahür eləyir, sonra cəmiyyətdə özünü göstərir. Mən sənin bu ictimai qınağına misal olaraq bir ictimai qınağa səbəb olan bir əhvalatı danışmaq istəyirəm. Məsələn, bir dənə əvvəl nümunəvini deyək ki, Musa Peyğəmbər əleyhissalam Allahla Tur Sina dağında danışanda deyir, ey Rəbbim, cənnətdə mənim qonşum kim olacaq? Allah Taala'dan bilirik ki, Musa Peyğəmbər Allahla kəlmələşən Peyğəmbərimiz idi. Allah Taala ona deyir ki, ya Musa, sənin cənnətdə qonşun filan yerdə işləyən qəssab olacaq. Peyğəmbər əleyhissalam maraq götürür ki, bu qəssab kimdir ki, cənnətdə mənə qonşu olacaq? O gəlir həmin qəssabın yanına, mağazasının yanına və onu kənardan seyr edir. Görür, adi qəssabdır, ət kəsdi, doğradı, satdı. Axşam qəssab evə gedəndə bunun arxasınca gedir. Deyir, burada bir sir var ki, o cənnətdə mənə qonşu olacaq. Gəlir, Musa Peyğəmbər həmin qəssabın arxasınca onun xəbəri olmadan o keçir evə, deyir, qonaq olarmı? Deyir, buyur. Buyur deyəndə içəri girir Musa Peyğəmbər əleyhissalam da, deyir, sən burada əyləş, mən gəlirəm bir dəqiqə. Musa Peyğəmbər asta-asta bunu izləyir, hər hərəkətini izləyir. Çünki axı bunu maraq götürüb ki, bu necə bir insandır ki, bu mənə cənnətdə qonşu olacaq. Baxır ki, göydən bir səbət var, ana o qədər yaşlıdır ki, cansız, gəlimsiz anadır. Səbədin içindən, səbədi götürdü, yerə qoydu, ananı yedirtdi, onu necə lazımdır, rahatladı. Sonra yenə səbəti göyə asanda ana cılız, çələmsiz ana onun qulağına nəsə sakitcə pıçıldadı. Onu yerinə asıb gələndə, gəlir oturur Musa Peyğəmbərin yanına, deyir ki, o nə dedi anan sən, o xanım nə dedi sənə? Deyir, bilirsən o kimdir? O deyir, mənim anamdır. Deyir, bəs o sənə nə dedi? Deyir, bilirsən nə dedi o mənə? O mənə dedi ki, cənnətdə sənin qonşun, sən Musa Peyğəmbərə qonşu olasan. Deyəndə deyir də, mən hara, Musa Peyğəmbər hara? Deyir, artıq sən, Musa Peyğəmbər sənin qapına gəlib. Bu sirri açmaq üçün. Bu, görürsünüzmü, anaya olan ehtiramdır, hörmətdir. Bəli. Bir də var ki, qınağa səbəb olan. Qız, ailə gəlin gətirdi, professordur, adlı sanlı insandır. Gəlin gətirdi, mehriban, şirin, dolandı. Gəlin getdi, gəldi salona, gəlini yoldan çıxartdılar ki, köksən, sən bu dərmanı iç arıqlayacaqsan. Təşəkkür edirəm, bax, belə geniş danışdığınıza görə. Birazdan yenə suallarım olacaq, amma Nurani, səndən gözəl bir ifa gəlsin.
Dərdindən olmuşam xəstə. Gəl başını qoy sinəm üstə. Darıxmağa qoyma məni. Nə olar ay boyu bəstə. Dərdindən olmuşam xəstə. Gəl başını qoy sinəm üstə. Darıxmağa qoyma məni. Gəl oxuyaq bu nəğməni. Ölürəm yar, ölürəm. Darıxmağa qoyma məni. Darıxmağa qoyma məni. Mən ölüm, ay gəlüm. Darıxmağa qoyma məni. Bəli, Aygün xanım, istəyirəm sizdən həm söhbət olaq. Ümumiyyətlə sizi qınayan olubmu ki, deyiblər ki, niyə məhz müğənni olmaq istəyirsən, get başqa sənətlə məşğul ol. Çox olub. Sadəcə olaraq bu, bilsiz necə, bu mənim içimdə ən böyük hər zaman istəyim olub, arzum olub ki, mən müğənni olum və az da olsa səsimə güvənmişəm deyənə. Bu yola çıxmışam. Belə, yəni olanlar olur, amma mən belə düşünürəm ki, mən bunu hər zaman deyirəm. Əslində biz insanlar özümüzə baxsaq, öz daxilimizə baxsaq, öz ətrafımıza baxsaq, həyatı boyu ətrafımızdakı insanları qınamarıq. Çünki qınadığımız hər bir şeyi İnsan öz başına gəlir. həm başına gəlir, həm də ki, hamının həyatında hər bir formada hər bir şey var. Hərə özü ilə məşğul olsa, ətrafdakı insanları qınamağa ehtiyac olmaz. Siz nə danışırsınız Aygün xanım? Hərə özü ilə məşğul olsa, onda dedikodu, onun bunun haqqında danışmaq, həyat davam eləmir. Düzdür, biz də hərdən danışırıq. Bir də görürsən ki, Nurani ilə telefondan, bir də görürsən ki, kimisə qınayırıq, kimisə haqqında dedikodu eləyirik. Yəni bizim adətimizdir də. İndi deyəcəklər ki, kəm-kəm. Boynunu almır, görürsünüz, bax belədir də. Buyur. Amma haqqında danışırıq da. Bəli. Bəs siz necə? Ümumiyyətlə, qınayan olubmu ki, niyə müğənni oldun? Aparıcıydın da, seriallara çəkilir, hara baxırsan Nuranədir. Məni qınamasalar da bu verilişdən sonra qınayacaq. Əzizim, mən həmişə deyirəm, ümumiyyətlə, nə bilim, valla insanın həyat baxışı var da, yəni. Mən hesab edirəm ki, hər şey ümumiyyətlə nəsildən, kökdən, savaddan irəli gəlir. İnsan biraz öz həyatı ilə, özü ilə məşğul olsa, öz yaşamı ilə məşğul olsa, ən birinci, ən önəmli vacib faktor budur ki, insan özünü təsdiq eləsin, öz savadını alsın, öz biliyini alsın, öz həyat təcrübəsini alsın, öz standartlarını, lazım olanı, olmayanı bilsin, yəni sonra qınasınlar da. Ümumiyyətlə, baxırıq son vaxtlar, həqiqətən də səni qınayanlar, fikir irəli sürənlər elə insanlar ki, qətiyyən nə, belə deyim, şəxsiyyət olaraq, nə həyat tərzi olaraq, nə bir insan olaraq sənə uyğun bir adam deyil də, yəni. İnsan belə olanda oturur, baxır və deyirsən ki, ay Allah. Və Şəlalə, onu da deyim ki, özün bilirsən ki, biz hər zaman həmkar olaraq həqiqətən bunu elə sənin özümə də təsdiq edirəm ki, biz çox insanlara həyatda həmdəm olmuşuq, istəyir iş fəaliyyətində. Mənim özümün bilirsən ki, nə qədər insanlara bu barədə köməyim keçib və sonra elə qınaqlarla üz-üzə gəlmişəm ki, inan Allaha peşman olmuşam ki, yəni, valla mən danışsam çox danışacağam, amma... Danışma, biz aparıcılar danışanda bizi saxlamaq qeyri-mümkündür. Allah bilir də hər şey, nə deyək? Biz əsas odur ki, bugün bu keyfiyyəti, bu hörməti bütün qınaqsız, hər kəsdən, hər şeydən qırağa özümüz üçün qazanmışıq, böyük bir şeydir, valla. Təbriz, bəs siz necə? Ümumiyyətlə, sizi kimsə qınayıbmı, yoxsa siz kimisə qınamısınızmı? Şəlalə xanım, mən belə deyim də, qınamaq ümumiyyətlə asandır. Hamı onsuz da bekar adamdır çoxu, əksəriyyəti. Bugünkü günündə ən çox olan bir şeylərdir. Yəni, gündəlik bu eşitdiyimiz, gördüyümüz yaxşı nə var ya onu demək. Günün mövzusudur da belə götürəndə. Hə, günün mövzusudur. Baxırsınız, sosial şəbəkələrdə qınayırlar. Bir də görürsən ki, məsələn, düşdün həyətdən getdin, qonşudur. Bir də görürsən, qonşu bildi, bilmədi, qınayır. Məsələn, efirə çıxırsan, məni məsəl üçün qınayırlar, deyirlər ki, niyə efirə çıxdı? Bəzən orada insan başına hadisələr gəlir uzun müddətdən sonra. Amma görürsən ki, kimsə gətirib sənə 1 manat pul vermiş ki, get, bəlkə sənin çörəyin yoxdur, bəlkə sənin nəyisə ehtiyacın var. Ən azından qınayan insan başa düşməlidir ki, bu
insan yəni davam eləməlidir. Həyat davam eləyir. Düzdür, insanın ağrısı, acısı, hər bir şey ürəyində olur. Amma qınayan insan da başa düşməlidir ki, gec, tez o özü də yəni başına gələcək onun. Əlavə edeyim ki, bayaq sual verdin ki, müğənni olmağa görə falan qınaq obyektinə çevirmək. Mən yenə də deyirəm, bizim sahə incəsənətdir. Yəni mən illərdir, indi 28 yaşım olur. Yaşımı demə. Bu arada. Yaşımı demə, yaşımı demə. Yəni mən ta 8 il bundan əvvələ qədər, mən bilirsən ki, həmişə televiziyalarda olmuşam. Mən bir çox qonşu kanallarda da əməkdaşlıq eləmişəm. Hər kəs tanıyır, şükür Allah. Yəni incəsənət sahəsinə aparıcı olaraq qəbullanıram. Bunu seriallar dedin, seriallara da çəkilirəm. Amma müğənni statusuna qalanda təbii ki, bizim müğənnilik statusumu heç vaxtı yəni, öz üstümə götürməmişəm. Nə də ki, qınaq yeri olum. Müğənnidirlər, sənətkardırlar deyil, yanımda eləşək tərbiz dəvət edirlər. Onsuz biz aparıcılar. Mən özümə də bəlkə nə qədər seriallardır, kliplərdir, dəvət edirlər. Amma Şəlalə özün görmüsən də şəhərliklərindəki valla necə idi, yəni hər şey əla. İkimiz də möhtəşəm idi. Mən aparırdım, bu da ifa eləyirdi. Cəvahir xanım, sizdən bir şeir gəlsin. Buyurun. Zəfərimizə həsr elədiyim zəfər çələngini sizlərə ərmağan edirəm. Ey qalib ordunun baş komandanı, qazandığın şərəf, hünərə alqış. Qalmamışdı xalqın haqqa gümanı, gümanı qaytaran zəfərə alqış. Ruhunu şad etdin nakam Babəkin, Şah babam xətayı aramın tapdı. Ütkəndən nərə çəkdi Kültəkin, namərdin niyyəti gözündə qaldı. Daha gözüm yoxdur uçan quşlarda, özüm qanadlanıb yurda uçuram, vətən torpağında, dağda, daşlarda, xarı bülbül olan çiçək açıram. Aşiqi olduğum doğma diyarım, bir quru yarpağı olmağa varam. Bağında, bağçamda bəhərin, barın, qoynunda candır, ölməyə varam. O mənəm, dağların dumanı çəni, gah şəhər, gah mehem dolaylarında, canımdan da artıq sevirəm səni. Mənləsən Allaha dualarımda, bizə bu sevinci sən yaşatdın, sən. Ey igid rəhbərim, qalib sərkərdəm, vətən aşiqləri şanlı ordumla tarixə adını yazdın müzəffər. Sənə minnətdarıq böyük yaradan, bəxş etmişsən bizə dahi bir insan. Savaşda da ali, sözdə də ali, böyük müdriklərin günümüz misalı. Dərsini alplardan, ellərdən aldı, vətəni yadlardan qalib qurtardı. O ulu öndərin yadigarıdır, elimin, obamın xilaskarıdır. Həqiqət yolcusu, igid, qəhrəman, dünyada yox ona bərabər insan. Söz verib, yerinə yetirən ərdir, o yenilməz, məğrur bir hünərvərdir. İlhamla irəli dedi igidlər, yurtları düşməndən aldı igidlər. Dostlar sevinməkdə, yağı təlaşda, elə bil ki, dünya bir ixtişaşda. Nə olub, nə xəbər, o mənim yurdum, xilasına gedir yenilməz ordum. Gedir, irəliləyir qəhrəmanları, başları üstündə komutanları. 44 gün əllərim göyə uzalı. Allahım, ya Rəbbim, ya Rəsul Allahım, sən qoru o balaları. Qazilərim səf-səf, şəhidin də var, sənə qurban olsun mən tək analar. Qəzamız mübarək dedi qazilər, ədalətsiz yerdə haqq da nazilər. O haqqı qaytaran igidlərim var, vətənin uğrunda bax, qatar-qatar. Dövlətlə bir olan xalqın ordusu, başda öndərimin örnək yolcusu, Ali Baş Komandanın
əmr sözünə, düşməni gətirdi dizin dizinə. Dünya görməmişdi belə şücaət, torpağa, vətənə bunca məhəbbət. Elva sevgisi, xeyir duası, oldu oğulların ilkin dəvası. Vətən üçün böyütdüm, dedi analar, ardınca su səpdi gözəl sonalar. Bugün sevgilin də, sevgin də vətən. Sən yurdumu qaytar, gözləyəcəm mən. Qaytar, o aranı, o dağı qaytar. Uşaqlığım keçən oylağı qaytar. Qaytar babaların ruhu dardadır. Qərib məzarların gözü yoldadır. Elə bir qələbə çaldı ordumuz. 44 günə xilas oldu yurdumuz. Döyüşçülər igid, yenilməz aslan, başları üstündə məğrur komandan. Bu orduya tay yox cümlə cahanda. Ey yolçu, görəydin onu meydanda. Cəbraildan çıxdı zəfər yoluna. Allah qüvvət versin igid qoluna. Füzuli, Zəngilan, Mincivan, Ağbənd, Hadrut qəsəbəsi, bax minlərlə kənd. Eşkinlə odlanmışam, odlanmışam. Könlüm yemin eylər, dilim nəğmələr söylər. Tək mənə bircə kəlmə sevirəm de. Könlüm yemin eylər, dilim nəğmələr söylər. Tək mənə bircə kəlmə sevirəm de. Bir kere eşittim özgeye, göz koydum belə. Bilseydim yalanmış bu məhəbbətin, İnan sevişməzdim mən nakirə. Külək hayandan esti, kəmər belimi kəsti. Məni atıp getmisən, demək sevginə bəsdi. Gözün gözünə baxar, məni yandırıb yaxar. Bu qaş bu göz səndə var, hər baxışın can alar. Gözüm gözünə baxar, məni yandırıb yaxar. Bu qaş bu göz səndə var, hər baxışın can alar. Oy can alar, oy can alar.
gözünə qurban Baxışın nəğmə kimi qəlbimə dolar Naz etmə aşiqinə, nazına qurban Dərdindən gül yanağın saralıb solar Naz etmə aşiqinə, nazına qurban Dərdindən gül yanağın saralıb solar Dağlar duman olar, halim yaman olar Dağlar duman olar, halim yaman olar Səni mən çox sevirəm, sən də sevsən nə olar Səni mən çox sevirəm, sən də sevsən nə olar Səni mən çox sevirəm, sən də sevsən nə olar Səni mən çox sevirəm, sən də sevsən nə olar Həyatda nədən bəxtiniz gətirməyib? Buyur. Məni valla bəxtim hər şeydən gətirib, amma Amma səmimi ol da, səmimi ol. səmimi olum. Bəli. Bax, işim, karyeram, savadı, hər şey əla. İnsanlığım, hörmətim, yaşam tərzim, hər şey super. Bir dənə qalıb şəxsi həyatım və inşallah övlad sahibi olmaq. Hələ ki, bu arzumdan tamam qalıb. Yəni, bəxtsiz deməzdim. Sadəcə o istəyim budur. Yəni, şəxsi həyat və övlad. Mən onu arzuluyuram sənə. Çünki hər şey bəli, ondan gözəl bir şey yoxdur. Buyur. Təbriz. Mən ümumiyyətcə biraz şanslı adamam. Aha. Şəlalə xanım. Maşallah de. Maşallah, amma belə demirəm də orada burada ki, çünki nəfsə gözə gələm. Amma belə bəxtsiz deyənmərəm, şükür Allah ki, hər şey yaxşıdır. Mən yəni gileylənmirəm. Allah'a şükürlər olsun. Allah xalqımıza can sağlığı versin. Biz də həmişə toydu, el şənliyi, dövlət tədbirlərdə iştirak Toylarda da bəxtin gətirib. Hə də, mən yaxşı günlərdə. Çünki ən gözəl sevdiyim bu sənətdir. Mənim rəhmətli atamın sənətini davam etdirirəm. O sevilmək, sevgi mən öz kütləm var, bəs edir mənim üçün. O ən gözəl bəxt odur. Cəvahir xanım, buyurun. Mən deyim Şəlalə xanım, həyatda tam xoşbəxt insan yoxdur. Allah Taala'nın ən çox sevdiyi peyğəmbərləridir. Görürsünüz, onlar özü nə qədər imtahana çəkilirlər. İnsanın bəxti gətirməmək, bu demək ki, Allah Taala onu hardasa çətinliyə salır, imtahan eləyir. İnsan səbr eləməlidir. Yaxşı günə şükr eləyirsən, Allah Taala Quranda da yazılıb ayədə ki, şükr elədikcə Allah Taala sənin yollarını genişləndirir. Amma biraz çətinliyə düşəndə Allaha üsyan eləmək olmaz. Deyir, hər şərdə bir xeyir var. 1 milyonçu adam olur, oğlunun birinə bir böyük restoran verir, o bir qızına bir restoran verir. El olur, ay olur, il ötür, xanımı da xərçəng olur, özü də. Küçədən mən çox qısa deyəcəm, küçədən bir alma satan keçirmiş, alma satıram. Onun bizim qohumdur gəlini. Dedi, Cəvahir xanım, sən görəydin, dedi, kaş o alma satanın yerinə mən olardım. Nə milyonlarım olmazdı, nə varım dövlətim. Əgər insan özü yeriyirsə, gözü görürsə, əli tutursa, bütün çətinliklərə, çətinliyə də düşəndə şükür eləməlidir. Eyüp Peyğəmbərin Allah Taala 13 oğlunu öldürdü, yenə də dedi, ey Rəbbim, sən vermişdin, sən də aldın. Ona görə də onun bütün şükranlarına rəğmən Allah Taala ona yenidən evlat verdi. Amma Cəvahir xanım, bir də onu qeyd edeyim ki, ümumiyyətlə yaxşı mənada qibtə edən insanlar, mən belə düşünürəm ki, mübariz insanlardır. Yəni, qibtə eləyən insana əgər rəğbət qazanacaqsansa və ən azından insan bu həyatda mübariz olmalıdır ki, hər bir şeydə şükür eləməlidir, düzdür? İnsan özünə hədəf qoyur və o hədəfi uğrunda bütün çətinliklərə rəğmən mübarizə aparır və sən ona paxıllıq eləmirsən. Belə yaxşı mənada ki, çalışmalısan ki, həyatda mən həmişə özümə hədəf qoyduğum şükürlər olsun ki, Allah Taala məni bütün hədəflərimə çatdırır. Sizdə necə Aygün xanım? Həyatda nədən bəxtin gətirməyib? Mən də həyatda hər bir şeydən bəxtim gətiribdir. Mən şükür eləyirəm hər zaman. Sənə də inşallah gözəl ana olmağı nəsib olsun. Həyatdakı ən gözəl mənim bəxtimin gətirdiyi amillərdən biri mənim övladlarımın olmağıdır. Çox gözəl duyğudur. İnşallah dadarsan sən də. Bəli. Mənim qədim
başqasıdır yanında. Səbəb nədir gözün qalıb mesajlarımda? İndi sən cavabın axtar suallarımda. Sevgi mənə dəyər verdi qarşılığında. Mən özümü üçün eylədim eşqin odunda. Kimle oturup durursan indi, içimdi sevdiğin aşinaların, kiminle hayat kurursan indi. Mehabbet şarabın seninle içtim, sevgi aleminde tek seni seçtim. Eşkin badesini benimle içtin, kadehi kiminle vurursan indi. Benim gedrimi bilmedin sen zamanında, sevgimizin en güzel en şirin çağında. İndi gezdi olanları dur hayalında. İndi mən deyiləm başqasıdır yanında. Səbəb nədir gözün qalıb mesajlarımda? İndi sən cavabın axtar suallarında. Sevgi mənə dəyər verdi qarşılığında. Mən özümü üçün eylədim eşqin odunda. Cavanlıqda səhvim olub bilmişəm, aldanıb şirin dilinə sevmişəm. Düşünsən də sevmə yalandır yalan, sevgi Allahadır indi bilmişəm. Məhəbbət şərabın səninlə içdim, sevgi aləmində tək səni seçdim. Eşqin badəsini mənimlə içdin, qədəhli kiminlə vurursan indi. Mənim qədrimi bilmədin sen zamanında, sevgimizin en güzel en şirin çağında. İndi gezdi olanları dur hayalında. İndi mən deyiləm başqasıdır yanında. Səbəb nədir gözün qalıb mesajlarımda? İndi sən cavabın axtar suallarında. Sevgi mənə dəyər verdi qarşılığında. Mən özümü üçün eylədim eşqin odunda. Mənim qədrimi bilmədin sən zamanında, sevgimizin en güzel en şirin çağında. İndi gezdi olanları vur xəyalında. İndi mən deyiləm başqasıdır yanında. Səbəb nədir gözün qalıb mesajlarımda? İndi sən cavabın axtar suallarımda. Sevgi mənə dəyər verdi qarşılığında. Mən özümü üçün eylədim sənin yolunda. Səni sevdim. Bu dünya bir sehir oldu mənə. Gündüz günəş, gecə ay, nəğmə dedilər yenə. Səni sevdim. Dağlardan ötdü duman, ötdü çən. Yaşamağın nəşəsin səndən alıbdır aləm. Səni sevdim. Yamandan, pisdən qurtuldu dünya. Bir ayrı rəngə girdi. Güldü, sevindi dünya. Cəvahirin sevgisi yerdi, göydü, dənizdi. Dünya bizim evimiz. Sevdası eşqimizdir. Şəlalə xanım, bu gözəl qızımızın ad günüdür. Qoy onu da biz də təbrik eləyək. Buyurun. Nuranə qızımızın. Bugün sənin ad günündür. Mübarək olsun Nuranə. Yaman gözlər səndən uzaq, nəzər dəyməsin Nuranə. Bu məclisdə qol qaldırıb, qoy oynasın qonum, qonşu, sevinsin bacın, qardaşın, ellər sənə əhsən desin. Cəvahirəm, bu məclisin xeyir duası məndədir. Görüm yarayasan qızım,
bir nəslin gözü səndədir. Peyğəmbər əleyhissalama səhabələr deyir ki, ya Peyğəmbər, necə bir xanımla evlənək, özü gözəlləmi, varı çox olanla yoxsa imanı gözəlləmi? Peyğəmbər əleyhissalam deyir ki, siz imanı gözəllə evlənin ki, həyatınız gözəl geçsin. Qızım, hər kəsə imanı gözəl bəy, bəylərimizə də imanı gözəl xanımlar nəsib olsun. Amin. Talehin əcəl kəmərin belindən açmaq istərəm. Səni alıb bu dünyadan götürüb qaçmaq istərəm. Gəl, gedəlim buralardan, söz çatmayan qulaqlara, irmaqlardan irmaqlara quş olub uçmaq istərəm. Sənsiz deyirəm nəşədə, gecəm, günüm əndişədə, eşq şərbətim bir göşədə, səninlə içmək istərəm. Cəvahir deyir, asan deyil, daim yaşar sən deyil, dost yoluna düzən deyil, bu işi biçmək istərəm. Hər birinizə təşəkkür edirəm. Bax, bugün mənimlə birlikdə oldunuz. Təşəkkürdən söz düşmüşkən mənim də təşəkkürlərim var. Baxımsız xanım yoxdur. Hər bir xanım gözəl görsənmək istəyir. Bunun üçün də nə etmək lazımdır? Lotus Ticarət Mərkəzində mənim dəyərlim Aygün xanımın yanına getmək lazımdır. Bugünkü saçma, vizajıma görə mən gözəllər gözəli Aygün xanıma təşəkkür edirəm. Var olsun ki, bax, mənə belə bəziyirdi, zir verilişimizə göndərir. Və sonda dəyərlimiz Nuraynədən gözəl bir ifa ilə sağ olun. Gələn həftə yenə yeni qonaqlarla evlərinizin qonağı olacaq.